Biz bir milçəyə belə can verə bilməmişkən bir insanı yargılamaq və onun haqqında nəyisə müzakirə eləmək, ona pis bir şey söyləmək bizim axı nə həddimizə. Dünənləri bir yaşlı xanım izləyicim, yəni gənc deyil, biraz yaşlı olan bir xanım məni bəyəndiyini söyləyir Instagramda. Ondan sonraki rəisdə bir cavan oğlanın mənə yazdığı söyüşdür. Əgər bu tərbiyə ilə, bu ailədən gələn tərbiyə ilə məndən üstün olacaqsınızsa, olun, heç problem yoxdur. Əksinə siz məni daha da beləsinə insanlara sevdirirsiniz. Mənim daha da sizdən üstün olduğumu göstərirsiniz ki, halbuki belə düşünmürsünüz. Məni səviyyəsiz deyib, mənə səviyyəsiz bir insan, nə bilim, özünü tanımayan, özünü hörmət eləməyən deyən oğlanlar ki var. Siz mənə baş qoşarkən siz də elə mənim səviyyəmdə olursunuz ki, məndən bir addım belə üstün olmursunuz. Bunu gözəl bəlkə də bilmədiyiniz üçün bunları bugün danışıram. Çünki doğrudan da bəzi insanların ağlı hələ də balaca olaraq qalır. Rəylərdə qadınların nə yazdığına, qızların yazdığına üstünlük düşünməyib, ağzına gələn yazan oğlanlar məndən beləmi artıq olursunuz oğlanlığınızla? Məndən beləmi üstün olursunuz? Olun, problem deyil. Sizlər mənim mütləq hər insanı bəyənən varsa bəyənməyən də olacaq. Bunun üçün o qədər gözəl başa düşürəm ki, vecimə ona görə deyilsiniz, ona görə də umurumda deyilsiniz. İnanın ki, siz mənim sizə əhəmiyyət vermirəm. Əksinə siz mənə hər zaman dediyim kimi stimul verirsiniz, yaşamaq stimul verirsiniz. Sizdən artıq olduğum üçün sevinirəm. Sizdən daha fərqli olduğum üçün sevinirəm. Mən heç bir zaman, yəni hər zaman dediyim kimi etikadan kənar çıxmamışam. Etikadan kənar çıxıb pis rəylər deyib, özünüzü reklam eləyən, bəlkə də özünüzü söydürməyi xoşlayan insanlarsınız. Çünki bu tipdə insanlar var, qarşıma çıxır. Nə bilim, mənim sözüm bu qədərdir. Əkrəm alınız.